Yoxdan var yaratmağı hər kəs bacarmır. Mingəçevir sakini olan Saləddin Baxşəliyevi məhz bu tip insanlar kateqoriyasına aid etmək olar. Onun Nur şəhərində əşya bazarına bitişik ərazidə zəhməti ilə ərsəyə gətirdiyi məkan sanki bir gülüstandır. Saləddin Baxşəliyevin sözlərinə görə, əvvəllər bazarda çalışanların məişət tullantıları məkanına çevirdiyi ərazini indi o bioloji və zooloji gözəllik məkanına çevirib. Hətta bu təşəbbüsünü həyata keçirən ilk vaxtlarda bazardakı alverçilərlə kifayət qədər mübahisələri də olub. Amma sonradan onunla razılaşıblar və belə gözəllik yaranıb. Üstəlik onun bu addımını iki qat vətənpərvər savabı var. Çünki bu məkan qəhrəman şəhidlərin xatirəsinə və qəhrəmanlığı eşqinə yaradılıb. Maraqlı məkanda müxtəlif növ ağaclar, çiçəklər, gül kolları, göyərçinlər, tutuquşular və balıqlar xüsusilə diqqət çəkir. Yəni ümumiyyətlə deyim, bu gözəllik mənim daxilimdədir. Mən təbiəti çox sevən insanam. Hansı bir sahədə işləmişəmsə, yəni orada ağac əkmişəm, gül əkmişəm. Qərara gəldim burada gül çiçək əkim şəhidlərin xatirəsinə. Bugünkü gündə əkdiyim güllərdən burada hansı güllərdən istəsəniz var. Həmçinin quşlarım da var, göyərçinlərim var, tutuquşum var, balıqlarım var. Yəni onlara baxıram, mən onlardan zövq alıram. Yəni bir sözlə. Rahim İbrahimoğlu, Xuraman Aydınqızı bugün informasiya proqramı üçün.